Salam uşaqlar. Azərbaycanda Brawl Stars kanalı açmağa çalışıram. Gün 1. Bugün Mortis'i necə 2000 kupa eləmişəm, onu danışacağım. Mortis'i daha doğrusu bir prestij eləmək çətin idi. Sonradan gördüm ki, yox, asandır. Mənim dostum, Lidiyanın dostumu da göstərim sizə. Burada. Bu arada size bunu da göstereyim. Dostluk atabilirsiniz. Burada dostum. Gördüğünüz kimi Edgar 2000 kupa eləyir. Bibi, Rico falan zat. Bu Edgar dedi necə 2000 kupa eləmişsən? O dedi ki, bakın gördüğünüz bu hesablaşmada sallara pusa siz de Mortis'i, Edgar'ı, bütün karakterleri 2 prestij eləyə bilərsiniz. Amma Mortis'in bu görürsünüz. Əgər 8900 can eləmək istəyirsinizsə, bütün bufflarını açın. Gördüyünüz bu kostümlər. Bunların hamısını mütəfərim, elmasım olub atmışım. Baxın, bu Mecha Mortis'i o vaxtın neydi? Bir həftə bundan qabaq burada Mecha Mortis var idi. Mən onu mücəffərlə deyirdim. Mücəffər də çatmırdı. Elmasımı da ki gördüyünüz bu stikerə xərcləmişdim. Bu stikerə 30 neçə elmas? 35 var. Sonradan Brawl Stars'ın bildiğiniz kimi şey var, Supercell Store. Gördüğünüz kimi burada Supercell Store var. Mesela burada her gün gördüğünüz kimi 2 dənə Ramen isyanı. Bunlardan hədiyyə eləyir. Mən də indi bunu aldım. Keçi açaq görə içindən nə çıxır. Gördüyünüz kimi gəldi hədiyyələrimiz. Görək indi içindən nə çıxacaq. Yer tiketine. Bir dakika. Orta. Livi. Bunu seçtim. Orta yine bir de Mortis çıkartmaya çalışıyorum. Mortis çıkartırsa alıp. Yes! Mortis çıktı. Artık Mortis'in de var. Bir de yazabilirsiniz, bu 31 gün 22 saat sonra gelir yoksa mənə gəlir. Deyəsən gəlir. Ümid edirəm ki vaxtlar kimi qalacaq bu da. Sağ olun, bu videodan da bu qədər olsun. Zəhmət olmasa kanala abunə olub like atmağı unutmayın. Sağ olun. Burada ama sağlıklı 8000 gösterir. Ama bu 8900'dür.